Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve salatu ve selamu ala eşrefil enbiya'l mursalin. Nebiyyina Muhammed ve ala alihi ve sahbihi ecmaîn. Amma ba'd. Devam edirik oxumağa kitabı Fiqhul Muyassar. Yəni sadələşmiş fiqh. Və sonra burada müəlliflər toxunurlar. Ticarət babını oxuyuruq. Deməli, məsələ səbə, 7-ci məsələ alqı-satqı məsələsində əl-iqalətu fil-bey. Əl-iqalətu fil-bey. İqalə. İqalə nədir? Müəlliflər burada izah edir. Deyir ki, əl-iqalətu raf'ul aqdilləzi vaqa'a beynəl mutaaqqideyni və fasxuhu biridahuma. Yəni, alqı-satqı baş verir iki insan arasında. Sonra da bu alqı-satqı ləğv olunur. Necə ləğv olunur? İki tərəfin razılığı ilə. İki tərəfin razılığı ilə. Buna deyilər iqalə. Tamam. Və təhsulu bisəbəbi nədəmi əhədil aqideyni aləl-aqd. Nəyə görə o baş verir? Nəyə görə alqı-satqıdan sonra alqı-satqı ləğv olunur? Çünki onların biri, ya ikisi peşman olur ki, həmin şeyi aldı və ya həmin şeyi satdı. Tamam. Xahiş edir ki, imkan varsa gəl bunu ləğv edək. Gəl mən sənə pulu qaytarım, sən mən mal ver, ya mən sənə mal verim, pulumu qaytar. Əv yətəbəyyənə əlil-müştəri ənəhu leysə muhtacən lis-silah. Ya peşman olur, ya da ki, məsələn, görür ki, məsələn, bir malı alır, tutaq ki, məsələn, bir telefonu, ya nəsə alır, sonra görür ki, ehtiyac yoxdur bu şeydə. Məsələn, evdə gəlib tapır ki, həmin telefondan və həmin kitabdan onda var evdə. Tamam. Əv ləm yəstəti dəf'ə thəmənihə. Və həmçin səbəblərdən nədir? O bütün alır, gözləyir ki, pul vardansa gələcək. Sonra görür ki, pul gəlmir. Problem yaranır, ödəyə bilmir. Deyir ki, gəl bunu ləğv eləyək. فَيَرْجِعُ كُلٌّ مِنَ الْبَاعِ وَالْمُشْتَرِ بِمَا كَانَ لَهُ مِنْ غَيْرِ زِيَادٍ وَلَا نَقْصٍ. Və bu halda iqalədə ləğv olunur alqı-satqı və hər ikisi öz müqabildə verdiyi şeyi götürür. Yəni, alıcı deməli, pulu götürür geri və qaytarır malı. Satıcı da nə edir? Pulu qaytarır və malı geri götürür. وَالْإِقَالَةُ مَشْرُوعَةٌ وَحَثَّ عَلَيْهَا رَسُولُ اللّٰهِ sallallahu aleyhi və səlləm. Bu iqalə, yəni ticarətin ləğv olunmağı iki tərəf, yəni həm alıcı, həm satıcı tərəfindən olan razılığı ilə bunu Peyğəmbər sallallahu aleyhi və səlləm deməli təşviq edib buna. Yəni, əgər deməli xüsusən bir tərəf peşmandırsa və sən böyük bir ziyan çəkməyəcəksənsə, görürsən ki, o istir bu alqı-satqını ləğv eləsin. Yəni, Peyğəmbər sallallahu aleyhi və səlləm hədisinin birində deyir ki, mən aqalə muslimən beyətəhu aqaləllahu əthratəhu yevmül qiyamə. Əgər bir insan öz müsəlman qardaşına yəni razılaşsa alqı-satqını ləğv eləməyi, o ondan tələb edib ki, alqı-satqını ləğv elə və o onu razılaşdı, kömək edir belə qardaşına, deyir ki, bu halda Allah subhanahu wa ta'ala necə o onu bağışladı, keçdi, güzəş elədi onu, Allah da subhanahu wa ta'ala onu güzəş edəcək qiyamət günü, yəni günahlarını bağışlayacaq. Günahlarını bağışlayacaq qiyamət günü. Yəni, bu onu göstərir ki, bu icazə olunan müamilədir bir tərəfdən. O bir tərəfdən bunda bir savab var. Xüsusən o kəs ki, ondan xahiş edirlər. Yəni, ya alıcı, ya satıcı. O bir tərəf xahiş edir ki, gəl bunu ləğv eləyim, mən, məsələn, işim düşüb, alınmır və s. problemlərə görə eləmək istəmirəm. Kim, əgər o icabət etsə və onun xahişini yerinə yetirsə, Allah üçün, Allah subhanahu ta'ala yəni onun günahlarını bağışlar qiyamət günü. Bu hədisdə biz gördük. Bu hədisi İmam Ahmad, Abu Davud, İbn Məcə rivayət ediblər və həmçinin Şeyx Albani hədisin səhih olmağını qeyd edib. Deməli, bu 7-ci məsələ idi.